Salam değerli izleyicilerimiz. Bugün biz sizleri Yiğit Qəhrəman bir oğlun ev muzeyindən, ailəsindən salamlayırıq. O oğul ki, vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. O oğul ki, Qəbələdən ta Qarabağa qədər bir iz saldı, bir iz qoydu getdi. O oğul ki, vətən torpaqlarında sinəsini düşmən gülləsinə sipər etdi. O oğul ki, vətən dedi, ana dedi, bayraq dedi, bir yola çıxdı. Uğurlu bir yola, qələbə bir yoluna, zirvələrə ucaldı adı o oğlumuzun. Sizləri tanış etmək istəyirəm mənim qəhrəmanımla. Ümman Əmraslanov, İgid Qəhrəman oğlumuz, Qəbələmizin fəxri, cənab generalımızın davamçısı olan İgid Ümman. Ruhun şad olsun. Bugün uğrunda can verdiğin doğma Qarabağımız öz azadlığına qovuşdu. Uğrunda canını fəda etdiyin yüksəkli Azərbaycan bayrağı doğma Qarabağda qürurla dalğalanır. Bugün istəyirəm sizlərə Qəhrəman Ümmanı dünyaya gətirən, bax Qəhrəman anamızı, Ümmanın anası Fəzlə ananı tanıdım. Fəzlə ana Ümmanı beşiği başında vətən sevgisiyle laylay çaldı böyütdü, bayraq sevgisiyle böyütdü. Vətənə şərəfli, ləyaqətli bir oğul böyütdü. Fəzlə ana, istəyirəm ki, bizim izləyicilərimizə biraz Ümmandan danışasınız. Ümman dünyaya gələndə bir dünya sevişlə gəlmişdi. Adını babası Ümman qoydu ki, Ümman kimi çağlasın, daşsın. Doğrudan da elə çağlayan, daşan bir uşaq oldu. Çox qəhrəman. Körpəliyindən o bağlarda, biz kənddə yaşayan biri olmuşuq. Bağlarda belə oynayanda onlar tapanca, müharibə oynayırdılar. O ömrü boyu ermənilər tərəfdən olmazdı. Əgər yer qalmayıbsa, getməzdi. Meydançada, məktəbdə həmişə danışardı, oxuyanda da deyərdi ki, mən hərbiçi olacağam, mən onlardan qisasımızı alacağım. Mən elə bilirdim bir uşaq sözüdür. 3-cü qrupa hazırlaşırdı. Yəni Ümman haqqında günlərlə danışdı, qutarmaz. Qısa deyim, 3-cü qrupa hazırlaşırdı. Hərbiyə, instituta getməyə çatanda o hərbini seçdi. Mən dedim ki, yox, hüquq. O da əskər getdi. İnstituta getmədi, əskər getdi. Əskərlikdə özünü kəşfiyyat bölməsinə yazdırdı. Çevik bölməyə yazdırdı. Oradan getdi, aprel döyüşlərində iştirak elədi. Ayağı yaralı eve geldi. Dedim, bu ne yaradı? Dedi ki, ananı aldatmazlar. Çünkü o Şəki mədrəsəsində qutarmışdı. Anam dedi, aldatmazlar. Ana, mən bilmirəm, bu qaya yarasıdır, gülləyə. Çünkü bizim təlimlərimiz də kəşfiyyatçı yox, müharibə kimi olur. Sən demə, o müharibənin özünü iştirak eləyib gəlib, mənə bildirməyib. Mən onu o şəhid olandan sonra döyüş yoldaşından eşitmişəm. Bundan Qarabağın alınmasında özü könüllü iştirak edib. Polat Həşimov şəhid olub gələndə Ümman meydançada oynayırdı. Qaça-qaça gəldi. Dedi ki, ana, istirahət günü idi, iş günü də öyleydi. Dedi ki, ana, mən gedirəm. Dedim, istirahət günündə hara gedirsən? Dedi ki, bəs şəhid gəlib ora gedirəm. Qaça-qaça getdi. Bilmədim kim idi, nə idi. Qaydanda çox ağlamışdı. Çay içmədi. Çayını əvvəl də orada qoydu, qaçdı. Dedim, ay oğlum, bu kimdir ki belə sən bilir? Dedi ki, ana, belə danışma. O bizim Qəbələnin fəxirli bir oğlu, Azərbaycanın baş tacıdır. O getdi, hər şey getdi. Mən gedib özümü könüllü yazdıracağım. Yalvar yaxar elədim. Bilmirdim o özünü könüllü yazdırdığını. 20-ci gün kağız gələndə, ona xəbərdarlıq gələndə bildim ki, o özünü könüllü yazdırıb. 21 gün arxasıca da getdim. 3 dəfə mən düşürdüm maşından, 2 dəfə polis. Çünki o atası da 2-ci qrup əlildi. Bacısı 1-ci qrup əlildi. Down sindromudur. Həm də bacısına çox bağlı idi. İnanmırdım, qoyub gedər. Amma o bizə qulaq asmadı. Mənə dedi ki, ana, vətən çağırır. Birdən dedi, bizi Xocalıya döndərsələr, dedim, qoy bir yerdə ölək. Dedi ki, ondan sonra o ölüm sayılmır, kişilik sayılmır. Mən getməliyəm ana. Əgər onlar Yevlax klubu Qəbəliyə hədəfdir, gəlsələr, mən 3 bacımın da sənin də başını kəsib özümü öldürməliyəm. Ondan sonra yaşayış ola bilməz. Getməliyəm ana. İcazə ver. Məndən halallıq da aldı, getdi.
5 dəfə maşından düşürdü. Hətta mən onu çağıranda polisə deyəndə Ümran Əmraslanov düşsün aşağı, səsindən tanıdım. Dedi ki, anama deyin ki, Ümmanın anasına deyin ki, Ümman qabaqdayı maşında gedib. Səsini tanıdım, çıxdım, düşürdüm. Amma o mənə elə sözlər dedi. Axır sözü də əlini göyə belə açdı ki, ana, ona nişana hazırlaşırdıq. Elə arzu, elə ki, şəhidlikdir, şəhidlik, bəylikdir, bəylik. Hansı xeyirlidir, Allah onu qismət eləsin. Özü namaz qılan, Allaha bağlı, dininə bağlı bir oğlu idi. Bütün qadınları o öz bacısı, öz anası bilirdi. Həmişə iş yoldaşlarından da yəni qızlar var idi ki, onun şəhadətinə o qədər sarsılıblar ki, hələ də onu anlayırlar, onu axtarırlar. Yəni, Ümman o qədər mərd bir oğlu idi ki, Ümmana 23 yaş, 9 ay, 11 gün demək olmazdı. Ümman yetkin bir 35-40 yaşlı insanın işlərini görürdü. Anıya, bacıya, atıya bağlı idi, öyəmə, elimizə bağlı idi. O illər ərzində heç bir kim onun dilindən incimir. Özündən bir yaş böyük əm dostusu var idi. O ona əm dostu deyirdi. Deyirdi ki, Ümman, sən məndən bir yaş balacasan. Deyirdi ki, sən mən əmimin dostusan. O qədər şən danışır, o qədər qürurlu, o qədər namuslu, qeyrətli bir bala idi. Öz balamdır deyib demirəm, bütün şəhidlər mənim balamdır. 90 illiyin şəhidləri də qardaşımdır. Çünki mən onların yaşıdlarıyam. O vaxt mən o qədər əlcək, corab toxuyub onlara göndərmişəm ki, hər qədər Ümmana özümdən keçdi. Bilmirəm, atası da, əmləri də, 3 əmisi Qarabağda əskər xidmətdə olublar. Bəlkə onlardan keçdi, bilmirəm. Çox mərd nəslin oğludur Ümman. Həm hər iki tərəf, ziyalı və mərd nəsildir. Ümman özü də çox özümün gözləmədiyim bir mərdlik var. Həmişə də mənə deyirdi ki, bir iş olanda biz Bakıya bacısına görə 17-ci ildə köçməli olduq. Deyirdim ki, Bakıdır, qərib yerdir, şəhər yeridir, biz kənd adamı yox. Əlini sinəsinə qoyub həmişə deyirdi ki, ana, oğlumu tanımırsan. Doğrudan da mən oğlumu tanımamışam. Bu boyda qəhrəman olduğunu bilməmişəm. Allah məkanın cənnət eləsin. Fəzilə ana. Ümman kimi oğullar bizim fəxri yerimiz, qürur yerimiz, ant yerimizdir. Biz onlarla qürur duyub fəxr edirik. Bugün mənimlə birlikdə şəhid İlqar Əhmədovun anası da gəlib Fəzilə anaya mənəvi dəstək olmaq üçün. Buyur Leyla ana. Mən şəhid Keşfəc Əhmədov İlqarın anasıyam. Bugün bacımızın yanına gəlib yeni illə əlaqədar, həmrəylik günü ilə əlaqədar olaraq onu tək qoymaq istəmədik. Raziyə xanım, sizə təşəkkür edirəm. Allah sizdən razı olsun ki, bugün məni də anamızın yanına gətirdi. Qürur duyuram hər bir şəhidlə. Çünki şəhidlərin hamısı eyni xəsiyyətdə olublar, eyni amalda olublar. Onları bir-birindən ayırmaq doğrudan da çox çətindir. Bacım danışdınız, indi mənim də İlqarın uşaqlıq illəri yadıma düşür. İlqar da 14-15 yaşı olanda o vaxtı Qubaddan Çaytmaz kəndinə gedirdi. Nənəm, atam, anam orada yaşadığı üçün deyirdi ki, mən gedirəm nənəmgilin yanına. Orada vayinlilər var, saldatlar var idi. Hər gün nənəsinə yemək pişirtdirirdi. Həyəti meyvələrini yeyib o uşaqlara aparırdı ki, nənə onlar ac qalmasın, nənə onlar susuz qalmasın. Yəni bütün şəhidlər hamısı vətənpərvər olublar. Atıya, anaya məhəbbətləri çox olub. Onlar valideynləri ilə nəfəs aldığına görə mənə elə gəlir ki, məhz o daddan, ailəmdən onlar şəhidlik statusuna qazanıblar. Çünki şəhidlik statusuna qazananda onlar anadan gəlmə olurlar. Ona görə bütün şəhidlərin talihi eynidir. Dindirgisi eynidir, fərqi yoxdur, hamısı eynidir. Allah bütün şəhidlərimizin məkanı ucadan ucasın, əzizlərinə səbir, təmkin, gözün versin. Bir daha təşəkkür edirəm Raziyə xanım sizə ki, siz həmişə şəhid valideynlərinin, şəhid övladların yanında olursunuz. Yazarlarınızla, kitablarınızla,
Şehirlerinizden həmişə onları yad etsin. Teşekkür ederim. Allah bir balanı bəxtəvər eləsin. Teşekkür ederim. Çok sağ olun Leyla Ana. Bugün bizimle birlikte şehit Allahverdiyev Arif'in bacısı Sevinç Hanım da gelip ümmanlar Ariflerin qisasını aldı. 44 günlük haqq savaşında qələbəni qazanaraq zəfəri bizə yaşatdılar. İndi Arif Allahverdiyev kimi oğullarımızın ruhu Azad Qarabağda rahat dolaşır. Qisasınız alındı qəhrəman oğullar. Sevinç xanım buyurun. Çox sağ olun. Mən də bu günləri Ümman ocağındayım. Raziyə xanım, böyük ürəklə sevə-sevə gəldik. Bir tədbirdən çıxıb Ümmanımızın ocağına. Biz Nurcanın da adını deyib gəlmişik, onu da deyim. Ki, yəni şəhidimizin bacısı qoy sevinsin ki, onun da qardaşını, onu da yad eləyən bir könüllülər var, sevənlərlər var. Mən də Arif adından fəxr eləyirəm ki, bu ocaqda Arifin də adı çəkilir. Şəhidlərin siyasında, sırasında o qəhrəman qardaşın fəxrlə təmsil eləyirəm. Allah ümmanımıza, Ariflərə, İlqarlara, bütün dünyadan köçən şəhidlərimizin ruhunu şad eləsin, rəhmət deməyəcəm. Çalışaq ki, biz şəhidlərimizi yaşadaq və onların yanına üzü ağ, alnı açıq getməyə Allah bizə, ən azından özümə deyirəm, mənə nəsib eləsin ki, o qardaş cənnətdə bizlə görüşəndə utanmasın heç vaxt. Çox sağ olun, dəyər verdiyiniz üçün, dəyərli vaxtımızı ayırıb, bu ocaqda gəlib anıya təskinlik verməyimiz Raziyə xanım, çox sağ olun. Siz sağ olun, siz var olun. Ümmanımızın Fazil ana çox gözəl anadır, onu da deyim. Yəni oğul üçün hər şey eləməyə layiq bir anadır. Deyəndə ki, Fazil ana, falan iş var deyir, hə, mən harda olsa ümmanımı yad eləyim. Ona görə də qiymətli anamızı, qiymətli ümmanımızın ailəsində, ocağında Allah ziyarətimizi qəbul eləsin. Amin. Değerli izleyicilerimiz, bizim ümmanımızın, qəhrəman oğlumuzun, yəni bacısı ilə, o sevimli bacısı ilə, Nurcanı ilə olan rəsmləri yer alır burada ümmanın muzeyində. Nurcan Down sindromlu, fiziki məhdudiyyətli bir övladımızdır. Buna baxmayaraq gözlərindən daima qardaş sevgisi tökülür. Bax, qardaş eşqi tökülür bu körpə qızımızın məsum gözlərindən. Şəhidlər bizim qan yaddaşımız, tarix yazan yiğitlərimizdir. İndi bizim Nurcanımız da gəldi. Allah şəhidlərimizin məkanını cənnət eləsin, məqamları uca olsun. Qəhrəman oğullarımızın xatirəsinə həsr etdiyim Yada Düşür Xatirələr adlı kitabımı da Ümmanın ev muzeyinə, Vətən üçün ölən varsa vətəndir adlı kitabımı da Ümmanın ev muzeyinə təqdim edirəm. Allah şəhidlərimizin məkanını cənnət eləsin, məqamları uca olsun. Bu vətən sizi unutmadı. Qəhrəman igid oğullar. Şəhidlər ölməz, vətən bölünməz. Allah fəzlə anıya, Namiq atıya da bolluca səbir versin.